günlərindən sonra, iş günlərində ən çox həllini gözləyən məsələlər və sərnişinlərin, sakinlərin narahat olduğu məsələlərdən biri də paytaxt yollarında olan mövcud vəziyyətdir. Biz də paytaxt yollarında olan mövcud vəziyyəti öyrənmək üçün Bakı-Sumqayıt şosesinin Bakı avtovağzal kompleksinin qarşısından keçən hissəsindəyik. Görüntülərlə başlamaq istəyirəm əslində Elnarə. Qadir imkan varsa biz ətrafı bir göstərək. Çünki mənim deyəcəyim bir çox fikri görüntülər özü əyani şəkildə göstərmiş olur. Qeyd edək ki, ötən günlərə baxanda, yəni mən sizə konkret deyim ki, dünən də elə bu yoldan mən özüm istifadə eləmişəm. Şəxsi avtomobillə tam 24 saat üzərindən keçməsinə baxmayaraq, dünən Xırdalan dairəsindən 20 yanvar dairəsinə əgər mən 15-20 dəqiqə gəlib çatmışamsa, bu gün həmin yolu mən təxminən 30 dəqiqə, hətta deyərdim ki, bir qədər çox gəlib çatdım. Əslində biz bayram günlərinə baxanda bugün üçün tam fərqli bir vəziyyət gözləyirdik, amma stabil şəkildə görüntülərdə də yəqin siz gördünüz, dəyərli izləyicilərimiz ki, yolda stabil şəkildə avtomobillərin hərəkəti var, amma təbii ki, bayram günlərindən fərqli olaraq sıxlıq müşahidə olunur. Və digər bir məsələ, biz bu bilirik ki, istər bizim də olduğumuz magistral yol, istərsə də paytaxtın əsas küçə və prospektlərində ictimai nəqliyyat, yəni avtobuslar üçün ayrıca bir zolaq var ki, həmin o zolaqdan sərnişinlər istifadə edir. Amma təəssüflər olsun ki, görüntülərdən də aydın olur ki, şəxsi avtomobildən istifadə edən sürücülərin də sayı az deyil. Bu da istər-istəməz paytaxt yollarında sıxlığa səbəb olan əsas faktorlar kimi qiymətləndirilir. Amma digər bir məsələ də var ki, sərnişinlərin də özlərinə xas və özlərinin haqlı arqumentləri var. Bildirirlər ki, bu cür iş günləri olan hallarda avtobuslarda, yəni ictimai nəqliyyatın intervallar arasında problem yaşayırlar. Bəzən olur ki, bir neçə avtobus buraxmalı olurlar ki, bu da onların ünvan başına çatmasının gedişməsinə səbəb olur. Yəni onların da bu əsaslı arqumentlərindən biri kimi qiymətləndirilir. Hər bir halda istər sürücü, istər sərnişinlərin təqdim etdiyi arqumentlərin, əsasların nə olmağına asılı olmayaraq mövcud vəziyyət bundan ibarətdir ki, bayram günlərindən sonra, istirahət günlərindən sonra iş günündə biz bu mütəmadi xarakter alan, hətta deyərdim xroniki hal alan Bakı avtomobil yollarında bu cür hallarla rastlaşırıq. Və bizim də hazırda izləyən dəyərli izləyicilərimiz, hələ ki siz yola çıxmamısınızsa, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə ilk iş günü üçün paytaxtın bir neçə əsas küçə və prospektlərində yollardakı sıxlıqla bağlı açıqlama verir. Mən bir neçə yolu, küçəni qeyd edim ki, siz də yəni bu yollardan istifadə edirsinizsə, alternativ yoldan istifadə etmiş